Salamlar deyirəm burada bizimlə olan hər kəsə. Biz Azərbaycanın mədəni fəalları və siyasi fəalları olaraq Güney Azərbaycanın milli hərəkətinin içərisində olan siyasi fəallara, insan haqları fəallarına, ziyalılarına, aydınlarına əlimizin erişdiyi qədər onları buraya çağırıb indi İranın içərisində olan vəziyyətlər haqqında onların düşüncələrini öyrənməyə başlayırıq. Bu gün yanımızda dəyərli doktor Cavad Abbasi və Əziz Aslan Sultanı vardı. Mən birinci sualımı Aslan bəy sizdən soruşmaq istəyirəm. Sizcə İrandakı son etirazları necə dəyərləndirmək olar və bu etirazların sonuc itibarilə sizcə haralara gedə bilər? Sağ olun vaxt verdiğiniz için. Bu etirazlar gözlənilən idi. Yəni zaten məncə rejim özü də gözləyirdi ki, belə etirazlar və təzahüratlar baş versin. Bunun əsas səbəbi təbii ki, məişət məsələsi idi. Ekonomi və ə, ekonomi durumun get-gedə pisləşməsi, realın dəyər itirməsi, tümənin dəyər itirməsi və özəlliklə də 12 günlük İsrail savaşından sonra belə bir durum yaranmışdı ki, artıq mən özüm belə düşünürdüm. Bütün o bizə gələn siqnallar, insanların davranış tərzi, hətta rejimin davranış tərzində belə bir boşalma, rejimin o millətə vəd etdiyindən geri adım atması, xanımların və qadınların artıq biraz daha cəsarətlənməsi, toplumda daha rahat davranmaları və rejimin buna müdaxilə etməməsi. Bunlar hamısı üst-üstə gələrək mənə yəni sahib nəzərlərə, qıraqdan baxanlara, nazirlərə belə fikirlər çatdırırdı ki, artıq bu rejim hara qədər sürə bilər, hara qədər gedə bilər. Ki, gəldi son aylarda tümənin dəyəri 80-85 min tüməndən 140 minə qədər, 145 minə qədər gəldi, qalxdı. Və bu, yəni böyük bir əslində bir vaqədir, böyük bir olaydır ekonomi bazında. Bir pul vahidinin %50 dəyər qeyb etməsi çox az bir zaman içində. Siz bunu müqayisə edin, bunların sadirat məsələsi var, bunlarda varidat məsələsi var, dövlətin gəlirlərinin qısıtlanması var və Trump dövlətinin fişarı həddəksəri, maksimum pressure siyasəti də bunun içində çox dəxil idi ki, səbəb olurdu İranın əlinə gələn pul miqdarı get-gedə azalsın ki, bu təzahüratlarda öncə yadınızda olsa, Pezeşkiyan artıq pulun olmadığını, çatdıra bilmədiklərini və boşluqların get-gedə böyüdüyünü gəldi özü də televizyonda və çıxışlarında bəyan edirdi. Təzahüratlardan bir həftə falan qabaq idi. Yəni artıq mən bir vacə və söz işlədirdim. İran dövləti bir failed state vəziyyətinə, mərdud dövlət vəziyyətinə gəlib çatmışdır. Elə bu təzahüratlardan qabaq da belə idi. Hətta bu failed state vacəsini və sözü mən təzahüratlardan qabaq işlətmişdim. Ki, ondan janviyanın əvailində, desambrın əvaxirində başladı Tehran bazarından bəlirsizlik, ekonomi vəziyyətinin çökməsi səbəb oldu ki, böyük bir etirazlar başladı orada. Sonra dalğa-dalğa bu şəhərlərə yayıldı və o bizim də gözləmədiyimiz, yəni ummadığımız bir sonuc ortaya çıxdı ki, insanlar axın-axın töküldülər, etiraz elədilər və təəssüflə böyük qırğınlarla bu təzahüratlar yatışdırıldı və mən buradan da o ailələrə və o insanlara ki, əzizlərini itiriblər, indi fərq eləməz hansı millətə, hansı etnikə mənsub olsunlar, buradan baş sağlığımı verirəm onlara və ümid eləyirəm ki, rəhmətə gedənlərin və vurulanların qanı yerdə qalmasın və nəticə versin müsbət mənada. Teşekkürler Aslan Bey. Cavad Bey siz bu etirazları necə görürsünüz? Haralara gedə bilər? Çok teşekkürler. Ben de sizi ve daha sonra bizim programı izleyenleri sevgiler, selamlarını sunuram. Bence biz dünyanın her yerine bakacaksa bakmalıyıq. Ama işin sonunda biz Azərbaycan pəncərəsindən baxmalıyıq. Biz baxdığımızda mövcud rejimi, əslində mövcud sistemi İrandakı bütün insanlar Pəhləvi dönəmini rədd elədilər. Bir inqilab oldu. Bu bir gerçəklikdir, toplum istədi, bütün insanlar istədi və bəzi dəyişikliklərə, yeniliklər əsasında ancaq
eyni fars faşizminin siyasətinin izlənməsi və buna üstəgəl İran rejiminin dinçilik əsasında şiəçilik ki, özləri təriflirlər, illər boyunca toplumun bütün alanlarında, siz bunun anayasasından tutun, o məktəbindən, mədrəsəsindən, ekonomisindən hər yerdə və bölgədə bunu uygulamağa başladılar. Bunu uygulamağa başlayınca bir seri yeni fəlakətlərə yol açdı. O cümlədən dünyanın hər yerində bir devlət olar, bəlli bir sistem çalışar, insanlar, millət birini seçər, biri müxalifət olar, biri iqtidar. Burada belə olmadı. Tamamilə paralel institutlar, qurum quruluşlar yarandı. Demək olar ki, din müəssisəsi hər şeyi aldı hegemonisunun altına. Bir yerə gəldi çatdı ki, hətta sözdə deyilən prezidentlər dedilər biz tədarükatçıyıq. Biz əlimizdə heç zət yoxdur. Nəticədə özəlliklə bu neçə başlılıq, paralel institutlar toplumun hər yerində və eləcə də bölgədə bir sürü fəlakətlərə yol açdı. Biz baxa bilərik Suriyanı qanlar içində boğmaq, milyonlar insanların qətl edilməsi, Ərağı qanlar içində boğulması, bu vəziyyət səfalət ki yaranıbdı Əfqanistanda. Bir xəyallara qapıldılar ki, bəli, böyük bir İran İslam imperatorusu yaradılacaq. Bunun üçün həm insani güc lazım idi, həm sağlam ideoloji lazım idi, həm böyük siyasi, ekonomik qaynaqlar lazımdır. Bunların heç biri bu rejimdə yox idi. Nəticədə bəlli yerə qədər getdi, sonra bölgədə olan ölkələr da bezdilər, yoruldular. Qonşularından tut, Orta Doğuda olan, dünyada olan ölkələr nəticədə qərar verdilər bu sistemi yerində oturtsunlar. Özəlliklə Suriye'də Bəşər Əsədin yıxılışından, Hizbullahın demək olar ki, etkisiz halə gətirməsindən, Həmasın, terror qrupları, mən başqa zülm altında insanları qəsd eləmirəm, özəlliklə proksi qüvvələrin ortadan qaldırılması nəticədə gəldi, yetirdi. Bugünkü gündə İran coğrafiyasında, eləcə də Azərbaycanda etiraz dediyimizdə etiraz heç vaxt durmayıb ki, hər zaman olubdur. Hətta bu son etirazlardan qabaq da Azərbaycanda vardı, amma çünki həm opozisyon, həm pozisyon hamısı faşisti ideologilər peşindədirlər, istəmirlər İranın neçə etnik olduğunu, özəlliklə türklərin insani, milli hüquqlarını, varlıqlarını rəsmiyyətdə tanıyalar. Nəticədə eyni məcradan çıxış elədilər. Ancaq son etirazlara gəldiyimizdə geçən gün Azərbaycanın İranda olan səfiri, geçmiş səfiri Həsən Həsənov doğru təsbitlər yapıbdı. Aslan bəyin dediklərindən, yəni təkrar olmasın, çevrə tamamilə məhv olub. Yəni siz baxsaz sular, yerlər batırı, məhv olur, ekonomi və sosiolojik olaraq tamamilə millət bölünübdür. Bir uçurum yarı yaşayır toplumların arasında, etniklərin, insanların arasında. Siyasi, ideolojik olaraq şikəst yemiş, izole olmuş bölgədə və İsrailin 12 gündə bunların 47 illik yalanını yerlə bir elədi. Sanki 10 Richter bir zəlzələ, deprem gəldi, hər şeyi məhv elədi. İndi bugün gəldiyimiz nöqtədə ekonomi çökmüş, mərdum işsizlik, yoxsulluq, fəlakət, güvənsizlik, havası kontrolunda deyil, əmniyyət istihbaratı qüvvələri bəlli deyil, kim deyil, iç hesablaşmalara gediblər. Ancaq o söz iki getdi, qadınlar rejim dinmir deyə də, qadınlar açığı, sökə həqlərini aldılar. Bunu belə görəcək. Yəni mənə görə o qədər ölü vermək, xəzinə vermək, həbslər çəkmək, qadınlar həqlərini aldı və bütün bu faktorlar əl-ələ vermişdi, İran toplumu patlamağa doğru gedir. İndi bu etirazlar oldu, maalesef yenə bəzi 47 ildir Cumhuri İslamının bir mənada dolaylı olan devamına yardımcı olan opozisyon qüvvələr, fürsətdələr qüvvələrdən pəhləvçilər meydana gəldi və çalışdılar. Necə ki qadınların hərəkatını o zaman istəyirdilər müsadirə eləsinlər. Gene de bu etirazlar başlanmıştı. 10-12 günüdür vardı. Birdən bunlar çıxdılar, əllərində olan propaganda, TV, rəsanələrin gücündən istədilər müsadirə eləsinlər və bunların vəhşiliklərini gördük müxtəlif bölgələrdə, dünyanın hər yerində. Attıqları sloganlar, əməlləri, insanlara saldırmaları
bəlli ölçüdə mən deyirəm ki, bugünkü etirazlar başlanmışdı və İran rejimi sona doğru gedir. Dayandırılmayacaqdı, ancaq fikir edirəm, əgər zamanımız qutulur, bir cümlədə belə yekunlaşdırırım ki, artıq bu etirazların bu günə qədər boyutunu, İran rejiminin vəhşiliyini baxdığımızda və verilən şüarlar direkt bu dəfə hakimiyyətin təpəsində oturan diktatoru Xameneyini hədəf alır və bundan belə nə pəhləviçisi, nə reformçusu eləyə bilər. Bu rejimdən arxada oyun oynayan və ömrünü sürdürən. Mənə görə böyük hadisədir və hamısı gerçək üzləri ortaya çıxıbdır və eləcə də Azərbaycan türklərinin burada çox təmkinlə, çox dirayətlə həm meydanları boş qoymaması, həm də gəlib öz söyləmlərini səsləməsi və diqqətlə Azərbaycan Milli Hərəkatı və Azərbaycan gəncliyi bu qənaətə gəlib ki, daha ayrı faşizmin əskəri, sərbazı ya maşası halinə gəlməsin. Mənə görə bu qədər zamanımız bitmişdir. Buyurun. Teşekkürler. Aslan Bey, sizce Güney Azərbaycanın xaricdə yaşayan siyasi partiləri və şəxsləri bu son vəziyyətlə bağlı nə edə bilər və genel olaraq bu durumda biz öz perspektivimizdən baxanda Güney Azərbaycanın xeyrinə nələr etməliyik? Son olaylar açıkçası biraz status quo'nu dəyişdirdi. Bunu mən deməliyəm burada. Açıq danışmalıyıq. Yəni indi bu mən bilirəm ki, orada internet yoxdur. Burada deyim, bu da burada səhv olsun. Çünki sonradan baxılacaq. İndi insanlar imkan tapacaqlar, baxacaqlar. İnşallah ki, internet açılar. Özü ki bizə xəbərlər gəlir. Bunlar dövlət sövdəlaşıb ki, bu interneti bahara qədər, yaz bayramına qədər açmasın. Özü ki, özləri dedilər. Fatimə Mühacirani Suxanıqoya dövlət bunu deyibdi dünən ki, intizarınız olmasın, bu tezliğe açılsın. Və məncə bunlar gözləyirlər ki, bu ölənlərin və vurulanların qırxı getsin və o müddətə qədər bütün o sənədləri, filmləri, əksləri, onları mümkün qədər aradan aparsınlar ki, cinayətlərinin izin silsinlər. Bunu burada deyim, bu düşsün burada, bu kadrda. Bizi izləyənlər də bunu bilsinlər. Baxın, indi bizim içərilə irtibatımız yoxdur. Hətta telefon da aça bilmirik. Yəni bir tərəflidir telefonlar. Onda çox məhdud və şunu da edirlər bütün telefonları. Bizim əlimizə gələn bilgilərə görə Çin dövlətindən, özəlliklə də Huawei şirkətinin adını çəkirəm burada. Yəni bu da gələcək nəsillərə bir sənəd olsun yenə də burada. Alış-veriş eləyəndə hətta diqqətli olsunlar ki, hangi markadan, hangi brenddən istifadə edirlər. Huawei şirkəti Çinin Komünist Partiyasına bağlı bir şirkətdir. Zaten Çində hər şey ora bağlıdır və o İrana şunu dəstgahları və cəmirləri göndərib, hətta Starlink'in qabağında alır. Bəs bu gün bizi dinləyən insanlar olmayacaq içəridən. Xaricdəki insanlar, xaricdəki fəalların görevi nədir? Bizim görevimiz sadəcə məşəli eşikdə yanıq saxlamaqdır. Bizim nəfəsimiz burada issi olmalıdır. Amma çox da içəriyə təsir qoya bilməyəcək. Müəyyən danışdığımız indiki məsələyə görə ki, irtibat yoxdur. Amma bir dənə önəmli bir şey var burada. Xeyirədə cəmi və ya əqli cəmi ki var Güney Azərbaycanda və oradakı fəallarda, oradakı insanlarda və oradakı millətin çoxunluğunda bir mühafizəkarlıqla bütün bu olaylara yaxınlaşır. Keçən həftə mən bu internet kəsilmədən 10 gün qabaq falan idi. Mən bunu qeyd etdim bir müsahibəmdə bir dostlarım biri ilə və bu qınamalı bir şey deyil. Çünki Güney Azərbaycanda toplum bilirsiniz, yəni Azərbaycan ümumiyyətlə siyasi olaraq İranın bütün bölgələrinə hər zaman baş olubdur. Bu bir dənə tarixi bir faktdır. Bunu kimsə gəlib qaralamaqla, Ziba Kəramın sözü ki bilirsiniz də, Sadıq Ziba Kəram Azərbaycanı siyasətdən uzaqlaşmış bir toplum kimi qələmə verir. Amma bu belə deyil. Azərbaycan hər zaman siyasi olubdur, hər zaman məsələlərə daha həssas və daha muhtat yanaşıb və məncə bu təbii bir şeydir. Çünki hər zaman sancılıbdır. Etimad elədiyi, güvəndiyi dağlara qar yağıbdır. Neçə dəfə də olubdur, bir dəfə də olmayıbdır və bu hafizə cəmiyə işləyibdir. Hətta biz, siz, Cavad bəy və başqa dostlar ki, indi eşikdədirlər və danışırlar. Bizim əlimiz, sözümüz və təsvirimiz oraya yetişməsə də mən əminəm ki, oradakı insanlar elə biz dediyimizi təxmini anlayırlar, biz dediyimizi təxminə icra edirlər və bunu biz təzahüratda da gördük.
Hətta bilirsiniz, əvvəl günlər çox narahatçılıq var idi İranın mərkəz tərəflərində. Niyə Təbriz, niyə Azərbaycan çıxmır, niyə etirazlar yoxdur falan falan. Xaricdəki dostlarımızın görevi bu olmalıdır ki, bu hissi saxlasın, nəfəsimizi hissi saxlasınlar. Müəyyən yerlərin danışığa geçsinlər, müəyyən irtibatları möhkəm saxlasın. Özəlliklə də mənim o qədər açıqcası yenə də bunu açıq deyim sizə, Avropa dövlətlərinə çox da güvənim yoxdur. Zaten meydanda da böyük bir etkiyə sahib deyirlər. Ukrayna kimi məsələdə etki buraxa bilmədiyi təqdirdə İranda nə etki buraxacaqlar? Mən belə düşünürəm. Burada iki dənə aktor var. Dünya süper gücü, dünya imperatoru, Rom imperatoru mən deyirəm Amerikaya. Bəzən soruşurlar, niyə Rom imperatoru? Amerika Rom imperatorunun varisi kimin hesablayır özün? Bütün strukturunda o əsasda qrupdur. Roma imperatorluğu ilə ya irtibat edəcək, onlarla danışmaq lazımdır. Amma onun başındakı olan Sezar isə artıq tam başqa bir Sezardır. Sezar dəyişilib, Qeysər Rum dəyişilib, başqa bir formada hidayət edirlər dünyanı. Bunu biz Madura'da da gördük, Venezuela'da da gördük. Bəncə bizim fəallarımızın əsas hədəfi indiki vəziyyətdə və əsas yəni üstlərinə düşən necə deyirlər, vəzifələri, məsuliyyətləri budur ki, ətrafda olan məntəqəyi güclər ki, bizə yaxınlıq hisslər ola bilər, bizlə ən az mənəvi yaxınlıqlar var, onlarla irtibatımızı möhkəm saxlayaq ki, hər hansı bir gün gələcək və bu hakimiyyət mərkəzi dağılacaq. Bura failed state'dir, mərdud bir dövlətdir. Yəni bu gündən sonra sən gəl, bəziləri deyirlər 3000, bəzi hüquq bəşəri təşkilatların dediyi 3000, bəziləri deyirlər 20.000-ə qədər insanın həyatını itiribdir. Böyük rəqəmlərdirlər bunlar. Yəni 2 gün, 3 gün içində bu qədər insanın qətl edilməsi. Hətta 3000 balaca bir rəqəm deyil. 3000 çox böyük rəqəmdir. Yəni biz burada toyuqdan cücə, hətta cücə bilədir. Bu canlıdır, bu bir insandır. Bu insanların içindən böyük mütəfəkkirlər çıxa bilər. Bu insanların içindən dünyanı dəyişdirəcək insanlar hətta çıxa bilər. Biz bunu bilə bilmərik. Bu bir cinayətdir və bu gündən sonra İranın toplumu bundan qabaqçı, janviyanın birindən qabaqçı vəziyyətə qeytməyəcəkdir. Necə ki, Zənzendeci bu qadın yaşamdan qabağı qeytmədi və xanımlar öz azadlıqlarını nisbi də olsa aldılar, dirənərək, can verərək, qan verərək. Bu hərəkatdan sonra da yenə də hakimiyyət bir pillə daha, əgər hətta qalsalar, mən şübhəliyəm uzun müddət qalmalarına, amma qala bilsələr, müəyyən jeopolitik alverlər nəticəsində qala da bilsələr, qabaqçı İran olmayacaq, qabaqçı toplum olmayacaq. Münasibətləri düzgün saxlamalıyıq. O gün gələcək ki, xaricdəkilər öz rollarını oynayacaqlar. Buna şübhəm yoxdur. Amma yenə də əsas güc, əsas məsələ içəridəki fəalların üstündə olacaq və çətinliklərin çoxu təəssüflə onların üstündə olacaq. Çünki onlar meydanda olacaqlar və o gün gələcəkdir. O gün çox uzaqda da mən görmürəm. Çünki bu cür idarəçilik, dövlət idarəçiliyi hər zaman xusranla bitibdir. Tarix bunun əksini sabit eləmir. İstisnası Çindir, amma Çinlə İranda qabil müqayisə deyil, nə ağırlıq baxımından, nə də ekonomik güc baxımından. Sağ olun. Cavad bəy, eyni sual sizdən soruşmaq istəyirəm. Xaricdə olan siyasi partilər və şəxslər Güney Azərbaycanın xeyrinə nələr etməlidir? Çox təşəkkürlər. Mən elə sözümün o birisi davamında getmək istəyirəm və bu ən önəmli soru da budur. Biz hardasa bir 2 ilə yaxındır. Bugünkü günlər, sabahçı gün nə olacaq? Ən kötü senaryo nə olar deyə müxtəlif platformlarda, Clubhouse oturumlarında və önərilər haqqında danışırdıq. Bizim bugün bura bir davamız var, bir milli mücadiləmiz var. Onun fərqli aşamalarında fərqli insanlar gəlib gedib, çalışıblar bir təşkilatlanmalara getsinlər. Niyyətləri hamısı xeyridir. Biz özümüzlə şəffaf net olmalıyıq. Siyasiləri ki, bizim özəlliklə mənə görə İran rejimi, milli hərəkəti təhdiddənsə özünə bir fürsət kimi, bir paralel hərəkət yaratmaq çabalarından heç vaxt əl çəkməyibdir. Mənə görə geçən İran İslam Cumhuriyyəti üçün Pezeşkiyan məsələsində eləyə bildilər milliyyətlərin, özəlliklə Türk kartını da oynayıb, demirəm Azərbaycanlıların hamısının
rəy verənlərin çoxunun rəyini aldılar. Söz konusu burada şəxsi pezeşkiyandan da getmiş. Siz, mən hansımızı da ora qoysa, çünki sistem bir dənə kötü sistemdir. Sistem üstdən aşağı hiyerarşi, üstdən aşağı əmir gəlir ki, nə eləyəcəksən, eyni nəticə olacaqdı. Bizim millətimiz hər zaman belənçi proseslərdə ya aktiv iradəsini ortaya qoyub, normalda seçimlərdə biz söyləmimizi yaymağa, bildirimizi, kağızımızı, əlimizdə nə varsa yaymağa, xalqımızla daha yaxınlaşmağa, iç-içə olmağa, sosial olaraq heç olmasa təşkilatlanmaya hər zaman biz cəhd eləmişik. Ancaq son zamanda gene milləti mən deyirəm, qırağa qoyuruq. Amma etiketli siyasi şəxslər, təşkilatlar bir dənə özlərindən səmimi oturub öz eleştiri eləməlidirlər və çıxıb səmimi deməlidirlər ki, bizim analizimizə görə düşünürdük. O zaman yadımızdadır da bir listeler yazmışlar. Urmu gölü kurtarılacak, diriləcək, ana dilimizdə eğitim olacaq, Misir Süngünün qaynaqları Azərbaycana gələcək. Bütün arzularını listələmişdilər. Bir gün gəldik gördük, biz o zaman dedik bu olmayacaq. Siyasi etibarınızı, kredibilitinizi gəlib xəşləməyin. Bizim Azərbaycan Milli Hərəkatının öncülləri hər bir addımda 4 dəfə düşünməliyik. Mən də ocuram. Amma bir yerdə görəndə mənim təhlillərim, attığım addım yanlışdır, səmimiyyətinə öz eleştiri eləyib, gəlib deməlidir ki, bizim gücümüz bizim sıralarımızdan uzaq qalmasın, pasivləşməsin. Və bu günləri də ən kötü senaryoya biz hazır olmalıyıq. Artıq mənim təhlilim, mən o birisi platformlarda da demişəm, Suriyaya baxdığımızda, Əraqa baxdığımızda, bölgədəki hegemon güclərə, Türkiyə bugün şükürlər olsun, günü-gündən güclənir, görürük Suriyədə də eləyə bilir, hegemonisini qorusun. Model budur, mərkəzçi, unitar, böyük, güclü bir İranı kimsə istəmir. Heç kimsə istəmir, amma bunun zaman navansı var. Nə cür olacaqdır? Bəlkə uzun illər biz istəmirik. Heç bir gülün çiçəyin də solmasını istəmirik. Amma ola bilər uzun sürəli iç savaşlar ola. Bizim bölgəmizdə tarixi yaddaşlarımız var. Mərkəzi hakimiyyət güclənəndə, pişəvəri dönəmində 10 minlər, bəzi amirlər 25, bəzisi çox bizim soydaşlarımızı qətlam eləyiblər. Azərbaycanda aydınlar qətlam olub, bu günə qədər olubdur. Bizim bölgəmizdə başı pozuq qüvvələr var. Biz bunları görürük, görməliyik, millətimizə deməliyik. Nə eləməliyik? Millət olaraq orqanayz olmalıdır, şəhər, məhəllə, qəsəbədə hazırlıqları olmalıdır, ərzaqlarına, əmniyyətlərinə, şəhrin stratejik bölgələri haradır, sabahçı gün başı pozuq qüvvələr hardan zərbə vura bilər? Yəni o torpaqların yeraltı, yerüstü hər nə varsa millətimizindir. Necə evimizi qorumağa, saxlamağa planlamamız var? Daha geniş səviyyədə, geniş qatılımda şəhrimizə də ilə düşünməliyik. Yurt dışında mən düşünürəm ki, artıq şəxslər üstündə deyil, bəlli prinsiplərimizi oturub bir araya gec olmadan gətirib, özümüz əvvəl güc olmalıyıq. Əgər müzakirə edirik, özümüzlə olmalıyıq. Və bir tərəfdən bugün İranın daşın ətəyindən tökənməyən bəzi sözdə Azərbaycan adını daşıyan qüvvələr var. İstisnasız onlardan da bəraət eləmək. Çünki bugünləri də işin deyərlər ki, səhvlər bəlli olur. Ona görə səhvlərimizi sıxlaşdırıb, dünya özəlliklə bölgədə olan güclərindən siyasi olaraq biz özümüzün istiqlaliyyətimiz var, özümüzə dayanacaq ancaq bəzi dövlətlərlə 10% gedə bilirik, bəzisindən əslən sadəcə siyasi diyaloqda ola bilərik. O kötü senaryolara biz eşikdəki səfərbərlik olsun və içəri ilə təbii ki koordinasiya halında sabahki olası şəraitdə biz bölgəmizin əmnəmanlığı qorunsun. Ərzaq boşluğu olsa, azlığı olsa bizim bəlli qaynaqlar var, amma bu neçə başlılıq, neçə səslilik, dağınaqlıq bizə ən öldürücü zərbədir. Mən fikir edirəm, hər kəsin bu gün xaricdə olan şəxslərin birinci məsuliyyəti, vəzifəsi budur. Hətta şəxsi qırğınlıqlarımız da olsa, siyasi bir-birimizin əncikliğimiz də olsa, bir an öncə bir kənara buraxıb gəlib, bir koordinə olaraq mərkəzdə bir araya gəlib, öz aralarında, yəni indi siz də yazsaz, mən də yazsam, bəlkə %90'ı eyni üst-üstə düşəcəkdir. Ona görə əvvəl özümüz birləşməliyik,
hətta dostla da biz həm savaş meydanına da gedə bilməliyik, getməliyik və həm barış da, diyaloq məsələlərini. Amma içimizdə demokrasi, şəffafiyət, sədaqət prinsiplərə, ilkələrə bağlılıq məncə ən önəmli məsələdir. Gec qalmadan bizim müxtəlif timlərimiz olmalıdır. Məsələsin əmniyyəti nədir olacaq, insanların geçimi, məişəti nədir olacaqdır, diplomatik yönləri nədir olacaqdır. Bunu komisyonlar, takımlar halında oturub, tartışıb, salıb, çıxıb, formalize eləyib, lazım da deyil, hər şey açıla və bu yolda eləyə bilirik, addımlara ataq. Buyurun. Çox sağ olun. Təşəkkür edirəm əziz izləyicilər, bizimlə olduğunuz üçün. Cavad Abbasi və Aslan Sultani bizimlə idi.